Her şey salam dostlar. Dostlar yeni ördekleri aldım. 5 dakika kısa bir video seçim dedim. Yani yeni lallı ördek. Bunların bacısıdır yani. Birinci yani dediler gel. Anası aldığım adam kadın dedi gel anamcıdan ördek satılar al. Danıştık dedi 2 tane balaca var. Üstüne 25 verirəm. Baktım yani çok balacaylar. Ona göre de yani almadım. Sonra dediler üstüne 20'ye dedim yok almadım. Sonra da yani bunları aldığım kadın dedi gel məndə biri qalıbdı özümə saxlamışam gəl satım dedi. Dedim yaxşı aldım onu 15 manata. Yəni özü ətlikdi, yəni kökəllikdi. Prosta yəni çox belə gəzəyən ördək deyil də, yəni diri başdı. Amma yəni gəzəyən deyil kökəllikdi. Yəni quyruğunu ya da yolufdu. Bizdə quyruğu da inşallah baxın bunların quyruğu kimi olacaq. Uzayacaq, qanatları uzayacaq, yəni uçayaqdır. Hələ çox var yəni uçmağına. Boykada biləli, boykanı azavlı uçurdum. Bəyaqlarım 5, bəyaqdan 6-7 video çəkdim. Heç bir xoşuma gəlmədi deyə sildim. Yəni boykanı oradan uçurdum, gəldi bura nə bilim. Başqa videolar çəkdim. İnanmışsa boykanın üstünə yəni çəkə bilərəm. Amma indi çəkmirəm, gedirəm evə. Gələn videolarımda göstərərəm boykanı. Boykanı son vəziyyətdə belədir. Orada yaşananlar da var, gəzənlər də var. Yəni əsas ördəklərdir, orada bunlardır. Bu da yani yekəli hündürdür, yani qılçaslı hündürdür. Biraz bunlarda oxşuyur amma bunlar deyil də yəni. Bilirsiniz niyə bu belə bunlarda oxşuyur, belə pis görsənir. Onu bayrama görə yəni kökəldirmişlər. İndi mən sizə demişdim yəni kökəlmiş bir ördəklə adi ördəyin arasındakı fərqi görə bilərsiniz. O bir dəqiqə bunlardan kök görsənir, əslində amma bunlar ondan kökdür mənim ördəyim. Deyəcəksiniz axı o kökəldirlər amma sənin ördəklərin kökəltmişlər amma sənkilər yekədir. Çünki mənimkilər niyə yekədir? Mənimkilər həyətdədir, təmiz havada, həm də o bunlarla yaşıd deyil. O çox balaca ördəkmiş, balaymış yəni. Yalandan aldığım adam dedi bunların bacısıdır. Mən inanmıram. Çünki o yaşlıca bunlardan balaca görsənir. Həm də onu kökəldirmək istəyirlər. Görürəm ki, yoğunlaşdı. Qanat quyruğu çıxmağa başlamışdı. Arvad yoldu. Mən dedim yolma, dedi qoy yolum uçar. Ne diyəcəkdim, yəni yoldu. Yəni əslində qanat quyruğu olsaydı, yəni bunlar boydadır, çünki o kökəlifdir, amma bunlardan yaşlı balacadır, yəni kökəlmiş ördəklə kökəlməmiş ördək fərqini görə bilər ki, o yeriyə bilmir həm də. Yəni bu dişlərimiz də ağlar da çox qəşəngdir, yekəlifdilər. Ağlar həqiqətən çox gözəlləşibdilər, baxın, çox uzuyubdular. Görə bilərsiniz ki, yəni videoda uzuyubdu ağlar. Qaralar da uzuyubdu, ağlı qaralar da. Yəni hamısı çox uzanıbdılar, yəni hündürləşməyiblər, amma uzanıblar, yoğunlaşıblar, yəni. Yumurtlama dönəmləri gəlir qabaqdan. Yumurtlama dönəmləri gəlinə qədər məndə çox yaxşı yekəlilər, yəni dəniz suyunu əskiləmirəm, yem də verirəm. Yəni yumurtlama dönəmləri gələndə, yəni inşallah ki, yumurtlayıb kürt düşərlər. Yumurtlama dönəmlərinə qədər də qanatları çıxıb uzayacaqdır. Onda tam hazır olacaqlar. Boykan qanatları indidən var. Boykan qanadı mənə lazım deyil. Yəni qanatsız da olsa olar. Əsas dişlərin qanadı olan yumurtlayıb kürt düşəcəkdir. O biraz üşüyür. Qanatı quyruğu yoxdur. Axşam indi sinər. Yəni indi hava keçəkdir. Özü də ağırdır o. Boyka yadda bunu deyil. Boyka evdənə baxın. Yəni boykanın boyutu yəni videoya düşmür. Əslində ördək boyutuna düşür yavaş-yavaş. Yəni xoruzla ördək boyutuna yavaş-yavaş yekələnəcək, düşəcəkdir. Yəni ramaskası da tam çıxmışdı boykanın. İndi çıxacaqdır. Gün düşür deyə videonun gözümdən görəmirəm. Elə biləm pis düşür. Daha nətər düşürsə də çəkdim. Baxın belədir, qanat quyruğu da boykanın yekədir, yəni yoğunlaşıbdır. Ağlar da çok qəşəng yekəlirlər. Burada 9 tane ördək oldu. Yəni 5 tane tutdular, 4 tane. İnşallah bir tane də erkək alacağım. 2 xoruz, 8 fərə pulunu bəsdir. Yəni yumurta düşməyə də həm də yerim də yoxdur, baxın. Yəni ona görə yəni dişlər həddindən artıq çoxdur, yəni qəşəngdir. Yəni video belə idi dostlar. Yəni dedim bir dənə ördək aldım. Onu çəkim, yəni 15 manat aldım. Yəni balacaları almadım.
Balacaları alsaydım 20 tane orada yanılsaydım ama almadım. 20 tane yok, 10 tane pardon. Bağışlayın. Biraz da xəstələnmişəm deyə video çəkmirdim. Yani bunları otlatmağa apardım. Yani dedim video çəkərəm. O da otlamadılar deyə çəkmirəm. Boykanın tutuşunda yani göstərə bilərəm. Yani indi elə bilər qaçacaqdı ama yox. Ben videolarında dedim ki bu uçur. Videolarında demişəm, indi göstərəcəm. Gördüğünüz gibi uçtu. İmkan vermədim de oradan uçurdum gələ. Ben dedi yok buradan su. Neyse uçtu da. Yani dostlar videom böyleydi. Baykan'da uçurdum, gördüğünüz gibi geldi. Uçmak da hoşuna geldi. Çok da kəlifdi yani. Bunu yani artık 25 manattan aşağı yani heç harda bunu kimi ördək tapmaq yani bazarlarda tapmaq olar, bir də həyətlərdə tapmaq olmaz məncə. Çox kəlbi, çox yani maşallah olsun. Kanatları da gördüğünüz gibi çok uzuyuqdur. Hələ kanatları uzayacaq da. Onda kanatlar uzayanda yani tam yaxşı çıxacaq. İndi bunlar yatmaq istəyirlər. Yorulublardan da yeyibdilər. Videonu da sonlandırıram dostlar. Kanala abone olub like atmayı unutmayın. Böyle bir tane ördək aldım, gösterdim de. Yani bir tane de böyle kim düzeltmişim yani. Adi bildiğiniz sinlerden de yani içinde 1+1 ördək yeri var. İçini de göstererdim ama gələn dəfəki videolarda. Sağ olun dostlar, salamat qalın. Videolarımı beğenip kanala abone olmayı unutmayın.